Salam dostlar. Deməli, İndoneziyanın Bali adasında yolda gedirik. Bizdə rol sol tərəfdədir. Elə bir yolun sağından gedirik. Rol sol tərəfdədir. Burada isə tərsinədir. Rol sağdadır, amma yolun solundan gedirik biz. Belə bir qəribə bir hal var. Həmçinin yollar biraz dardır, biraz çox dardır. Və motosiklete də üstünlük verir insanlar. Bir də avtomat sürmürlər. Maşın sürəndə mexanik maşın sürürlər. Probkalarla tez-tez rastlaşırıq, maraqlıdır. Belə deyim, Azərbaycanda maşın sürməyə öyrəşmiş bir şəxs bura gələndə birdən-birə biraz çaşqınlıq yaşaya bilir ki, məsələn, burada maşın sürə bilərəm, yoxsa yox. Sonra yavaş-yavaş öyrəşmə olur. Həmçinin motosikletin özündə də, yəni belə deyək də, qırmızı işıq falan ya da ki, yolu polis tənzim eləmir, bəzi yerləri tənzim edir. Çox yerlərdə də boşdur və öz belə deyək də şotuna yol davam eləyir. Hamı bir şey fikirləşir, yoldan çıxır, eləyir, amma avariyada olmur. Çox maraqlıdır. Yəni belə dar yol, belə sıxlıq, amma avariya olmur.